Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Çox heyif ki, meyxananın çərçivəsindən çıxardılar. Bu sözləri əməkdar artist Ədalət Şükürov tarixin bir günü verilişində deyib. Əməkdar artist aşıq musiqisi və meyxana aləmində olan dəyişikliklərdən danışıb. Mən çox istərdim ki, meyxanaçılar meyxananın kökünü dəyişməsinlər. Bu aşıq musiqisinə də aiddir. O sazı atıb tutmaqla aşıq musiqisindən çıxmış olursunuz. Mən çox istərdim ki, muğam necə dövlətimiz tərəfindən qorunur, mühafizə olunur, meyxana və aşıq sənəti də qorunsun. Saz müqəddəs alətdir. Bu alətlə insanlar döyüşə gedib zamanında. Onu qeyri-ciddi təqdim etmək olmaz.